Hucurat surəsində belə bir ayə var ki, buyurur bir dəstə ərəb gəldi Peyğəmbərin yanına, ərz elədi ki, ya Rasulallah, biz iman gətirmişik, amma Allah Teala buyurdu Peyğəmbərə ki, onlara de, onlar deməsinlər iman gətirmişik, desinlər sadəcə İslamı qəbul edib müsəlman olmuşuq. Bəs axı bunların gətirdiyi nədir? İman deyil, bəs nədir? Buyurur, xeyr, vələmmə yədxulil iman fi qulubikum. Peyğəmbər onlara de ki, iman hələ onların qəlbinə daxil olmayıb. Allahımızın bizdən istədiyi həqiqətin qəlbimizə daxil olmasıdır. Nə qədər ki, həqiqət insanın qəlbinə daxil olmayıb, insan qəlbən onu ləms eləməyib, onu qəlbən, belə deyək, duymayıb, sadəcə elmi səviyyədə qalıbsa, o sadəcə bir bilgidir, sadəcə bir məlumatdır. Həzrəti İmam Hüseyn əleyhissalamın adına çatanda, bu ad insanın birbaşa qəlbinə təsir edir. Bax, maraqlı məqam budur. Niyə görə Allah Teala bu boyda sürət qoyub İmam Hüseyn əleyhissalamın mövzusunda? İmam Hüseyn əleyhissalamın adı ilə qarşılaşan adam ilk növbədə onun tarixi ilə maraqlanmır. Tarixi ilə bəlkə də heç çox insanlar o qədər də maraqlanmayıb. Amma çox insanlar deyirlər, bu İmam Hüseynin adında nə varsa, bu ad insanı çevirir. Bu ad insanın qəlbinə elə təsir eləyir, qəlbi elə ram eləyir. Dəf olur Şiə Hüseynin matəmində hər bəla, ağla hər gün Ruzi Aşuradır hər yer Kərbəla. Allah rəhmət eləsin Raciyə. Deyir, bu Hüseynin adının hər qəlbidə təsiri var. İmam Hüseyn əleyhissalamın barəsində danışır. Deyir, bu İmam Hüseyn ağanın adının hər bir qəlbidə təsiri var. Sanki deyir, iksir xasiyyəti var. İksir xasiyyəti. İksir, keçmişdə belə bir ad olub, sehirli maddə, kimyagərlər sehirli maddə axtarıb tapmaq istəyiblər ki, misi qatanda həmin o metala döndərsin, onu qızıl eləsin. Deyir, İmam Hüseyn əleyhissalamın adında da bu cür iksir xüsusiyyəti var. Düz diyor, maddiyyət aləmində, təbiət aləmində belə bir maddə yoxdur ki, misi qızıl eləsin, amma mənəviyyət aləmində misi qızıl eləyən elə bir şey var. O nədir? O İmam Hüseyn əleyhissalamın adıdır. Elə insanın qəlbinə, elə bir İmam Hüseyn əleyhissalamın adı gələndə elə bir ox sancılır insanın ürəyinə. Gözündən istər-istəməz yaş çıxır. Axı, bu İmam Hüseyn əleyhissalamın tarixini o qədər də bilmir. Tarixçilər qədər bilmir. Amma elə bir məhəbbəti var ki, İmam Hüseynə. Məsələn, bəyaq dedim, George Jordak Həzrəti Əli əleyhissalam haqqında kitab yazır. Özü müsəlman deyil. Amma Həzrəti Əli əleyhissalama eşqi var, məhəbbəti var. Bu insanlar, məxsusən də Həzrəti İmam Hüseyn əleyhissalam elə insanlardır ki, bunların özü, bunların sözü ilk baxışda, ilk qarşılaşmada insanın qəlbinə təsir edir. Qəlbinə təsir edir. Necə ki, Həzrət Peyğəmbərin özü belə idi. Həzrət Peyğəmbərlə ilk görüşən insan, Həzrət Peyğəmbəri ilk dəfə görən insan, onun yanında olan insan o dəqiqə dəyişilirdi. Həzrət Peyğəmbərlə olmaq onun birbaşa qəlbinə təsir edirdi, birbaşa ürəyinə təsir edirdi. Və təsir eləyəndə nə olur? Çox qəribədir. Təsir eləyəndə başlayır gözdən yaş çıxmağa. İxtiyarsız ha. Adam var ki, məsələn, ona danışırsan, İmam Hüseyn əleyhissalamın müsibətini ağlamır. Adam var ki, məsələn, təsir eləyir, gözündən yaş çıxır, amma ürəyi yağlayır. Gözündən yaş çıxmasa da ürəyi yağlayır. Adam da var ki, bəli, gözündən yaş da çıxır. Elə bir insan yer üzündə mən deyərdim tapıla bilməz ki, İmam Hüseyn əleyhissalamın normal insandan gedir ha. Yəni qəlbi qəsavət bağlayan insandan getmir. Normal insan, hətta müsəlman olmayan bir insan, Əhl-i Beyti tanımayan bir insan. İmam Hüseyn əleyhissalamın adını eşidən kimi, baxın, mən bu sözü əbəs yerə demirəm. Hədislər var nə qədər, mən o hədislərə keçmirəm. O hədisləri oxusaq vaxt da tutular. Həzrət İmam Hüseyn əleyhissalamın özü olmasa da, amma adı yaranmışdı ərşdə. Nuri yaranmışdı ərşdə. Peyğəmbərlər, Allahın dostları, sevilib seçilən insanlar həmin o adlarla tanış idilər.
Fətələqqa Adamu min Rabbihi kəlimatin. Həzrəti Adəm Rəbbindən kəlmələr aldı. Təfsir alimləri buyururlar ki, bu kəlmələr Həzrət Peyğəmbərin, İmam Hüseynin adları olub. Əhl-i Beytin adları olub. Həzrəti Fatimə Zəhra, Həzrəti Əli əleyhissalam, İmam Həsən ağa və İmam Hüseyn əleyhissalam. Həzrəti İbrahim Peyğəmbər baxdı göyə, 5 dənə nur gördü ərşdə. İlahi, bu nə nurlardır? Bizi kimi yox, biz baxırıq göyə, ulduz görürük. O artıq başqa görməkdir. O, Peyğəmbər görməkdir. Baxır, nur görür. İlahi, bu nurlar nədir belə? Həzrəti İbrahim Peyğəmbərə Allah Teala danışır. Bu, Həzrəti Muhammed el-Mustafa sallallahu aleyhi və alihi və səlləmin nurudur ki, sənin nəslündən gələr sonuncu Peyğəmbər olar. O, Xatəmül Ənbiya olar, Ənbiyanın sonuncusu olar. O birisi nur Həzrəti Əli əleyhissalamdır ki, onun vəsisidir. Bir nur Həzrəti Fatimə Zəhranın nurudur ki, Peyğəmbər nəsli onu ilə davam eləyər. O biri nur Həzrəti İmam Həsənin nurudur ki, Həzrəti Fatimə Zəhra ilə Həzrəti Əli əleyhissalamın övladı olarlar. Və ikinci Peyğəmbərin vəsisi o olar. Və ya İbrahim, mənim xəlilim, mənim həbibim, son gördüyün nur Həzrəti Hüseynin, Həzrəti Əba Əbdillahın nurudur, İmam Hüseyn ağanın nurudur ki, 9 imam onun nəslindən gələr. Həzrəti İbrahim Peyğəmbər orada Allaha deyir, İlahi, o adları saydın, amma axırıncının adında nə var idisə, qəlbimə bir qəm daxil oldu. O nə adı idi belə, onun adını bir də çəkkinən. Hələ İmam Hüseyn ağa yoxdur, İmam Hüseyn ağa gələcək, nuru var, həqiqəti var, adı var, Allah yanında, ərşdə, Peyğəmbərlər onun adını eşidiblər, qəlblərinə qəm daxil olub. Hətta bəzi rivayətlərdə var, ağlayıblar İmam Hüseyn ağanın halına. Necə ki, Peyğəmbərimiz özü ağlayıb.